Paytaxtımız mötəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Bu forum təkcə müzakirə məsələsi deyil, həm də təcrübələrin təqdimatıdır. Bir zamanlar gözdağı olan Qarabağ indi dünyanın həsəd etdiyi bir məkana çevrilir. Bu yurt yerinə indi gələcəyin memarlıq laboratoriyası da demək olar. Bu torpaqlarda qurulan şəhərlər sadəcə yaşayış məntəqələri deyil, onlar ideyaların, zövqün və milli ruhun vəhdətidir. Xüsusilə də Kəlbəcər və Laçında həyata keçirilən layihələr memarlıq baxımından seçilən nümunələrdəndir. Məsələn, Laçın gözəl bir nümunədir ki, orada hər kəsin evini bərpa etdilər və hər kəs öz evinə getdi. Avropa üstündə bir Avropa şəhəri yarandı. Bu müsbət bir hal. Laçın o dağlarına elə bir ki, evlər yayılır və indi də görürsünüz kanat yolu və s. Yəni bu cür etmək daha məntiqli idi və ona görə cəmiyyət tərəfindən bu çox gözəl qarşılandı. Evlər tikilərkən, şəhərlər salınarkən sözsüz ki, məkanın coğrafi relyefi və imkanları da nəzərə alınır. Laçın rayon Alqulu kənd sakini Şahin Məmmədov deyir ki, sakinlərin məskunlaşması bu yerlərin ruhunu özünə qaytarır. Yeni və müasir evlər isə könül oxşamaqla yanaşı, həm də bölgənin memarlıq üslubunu da özündə yaşatmalıdır. Çünki insanlar təkcə dağılmış evlərini bərpa etmirlər, həm də yarımçıq qalan xatirələrini, yaddaşlarını yeniləyirlər, milli kimliklərini bərpa edirlər. Və bəzən görürsən ki, kətlərdə şüşədən belə müasir konstruksiya, o kənd üçün uyğun deyil. Kətdə həm belə biraz fərqli konstruksiya, yəni daha çox deyək ki, praktik kəndin orada yaşamasına uyğun olan evlər tikilməlidir. Qarabağın yeni siması dünyanı hələ çox heyran edəcək. Coğrafiyanın fərqliliyi, mənzərənin müxtəlifliyi və salınan yeni şəhərlər, kəndlər bu məkanı daha cəlb edici və cazibəli edir və edəcək də. Çünki burada tikilən, qurulan hər bir bina həqiqəti pıçıldayır, tarixi yada salır, xatirələri oyadır, yaşadır, deyə Şahin Məmmədov bildirdi. Bətörə Nəbiyeva, Nadir Cəllov, Space.